bu belə deyək, xatırladaq ki, rəyasət heyəti yəni akademiklik demək deyil. Rəyasət heyəti yəni akademikləri idarə edən adamlardan biridir. Bəli. Yəni bu ola bilsin rəyasət heyətindən çıxaracaqlar, amma akademik olaraq qalacaq. İzah edə bilim. Hansı ki, zamanında Əli İnsanovun akademikliyi ləğv olunmuşdur. Yəni əslində mən yenə deyirəm, bizdə məsələn qaranlıq qalan məqamlardan biri də buydu. Akademiyada fəaliyyəti, Təhlükəsizlik Şurasındakı tutaq ki, orada üzvlüyü haqqında rəsmi yoxdur da indi və yaxud Yeni Azərbaycan Partiyasında Arif Rəhimzadə deyir hələ qoy məhkəmə qərarı çıxsın filan. Yəni bu yəni bunlar biziz və buna ithaf olunan cinayətin böyüklüyündən bu müqayisədə axı o uyğun deyil və adama dövlət çevrilişi filan adam da evində oturur. İndi şükür ki, bir iki kadr çıxdı, gördük ki, yox, bunun da evinə kağızla gedib o DTX oxuyub filan elib. O pullar da ki, yəni elə belə yəqin evdə müəyyən olmuş, yəni hamıya gülməli gəldi əslində o rəqəm 17 milyon nədir? Məsələn, Mehtevin milyardları var. Bu çox rahatlıqla deyilə bilər. Məsələn, adi bir şey deyil də. Baku Steel Company var. Bu polad əritmə Azərbaycan polad əritmə zavodudur və o bunun ailəsinindir. Oğlunun Teymur Mehdiyevindir. Niyyət deyə bilərik. Bu şayə deyil. Adam məhkəməyə rəsmi müraciət edib tutdurub o əvvəlki müdürü nə idi o oğlanın adı ki bizdən 20 neçə milyon Rasim Məmmədovu tutturdu ki, neçə milyon yeyinti var. 10 neçə milyon yeyib bizdən. Yəni bu adam məhkəməyə müraciət edibsə, demək zavod mənimdir, məndən pul yeyib. Yəni elə bir o zavodun qiyməti neçə yüz milyondur. Yəni bir də bankları da var bu ailənin, səhv eləmirəmsə. BTB bank var. Düzdür, onu da indi güya ən qeyri-populyar filan o BTB bankda da insanların başına ayrıcı oyun açıblar. O da başqa məsələlərdir. Yəni adamın bankı var. Polad əritmə zavodu var. Azərbaycanın ən böyük nəşriyyatı, bu Qərb-Şərq nəşriyyatı bunundur. Biz nəşriyyat deyəndə insanların ağlına deyir nəşriyyatdır da nədir? Nəşriyyat bilirsiniz nə deməkdir? Nəşriyyat bütün dövlətin bütün çap şeyləri orada olur. Yəni dövlət minlərlə kitab çap sifariş verir, minlərlə bültenlər, minlərlə məsələn broşuralar, eyni zamanda məsələn dövlətə lazım olan kargüzarlıq şeyləri var da. Məsəl üçün o protokollar, filanlar, listlər olan hamısı xüsusi şey onlar orada çap olunur və Təhsil Nazirliyi özü uşaqlara payladığı o yüz minlərlə kitablar var da şagirdlər orada çap olunur. Yəni bu milyonluq bir dövriyyədir və bütün bir bu şərq-qərb nəşriyyat evinin əlində cəmləşib. Yəni bunlar nəinki milyoner, yəni milyarder bir ailədir və bunlardan bu pullar alınmasa, bu ailə olduğundan daha təhlükəli olacaq. Deyil, yaralı ayı daha təhlükəlidir, nəinki sağlam. O baxımdan ki, biz bunu yaralayıbsa hökumət, yəni bunun haqqında artıq çarx da verir, bunun həbs qəti imkan tədbiri filan beşməkan, artıq bunu bitirmək vaxtıdır. Yəni buna niyə ömür veririk, bunu niyə uzadırıq, bu niyə hələ də azadlıqda yaşayır, mən başa düşmürəm. Əksinə baxın, deyil, yaşlı adamdır, xidmətləri olub filan. Xidmətləri bizə mi olub, Rusiyaya mı olub, Sevinç xanım? Rusiya olub da, Rusiya qayğısını çəksin. Mənim üçün bu adamın cəzaçəkmə müəssisəsində həyatını bitirməsini ilahi ədalətin bir nümunəsi ola bilər. Yəni bu bitirsin də o qədər onlarla adam olur ki, cəzasını çəkə-çəkə cəzaçəkmə müəssisəsində həyatını itirir. Hansı ki, bundan qat-qat daha az cəzalara görə, yəni cinayətlərə görə həbs olunmuyor. Bu niyə həbs olunmasın ki? Yəni o baxımdan, yəni ədalət deyiriksə, ədalət tam bərpa olunmalıdır. Sən bunun haqqında cinayət işi var, indi dediniz də o keçmiş prokuror 15 sutka həbs olunub filan. Əgər onu 15 sutka həbs edibsə, atırsanız, hansısa informasiyanı necəsə deyibsə, xəbərdarlıq da etmək olardı bəlkə. Yəni də o inzibati xətadır, cinayət məsuliyyətidir. İnzibati tənbih. Məsələn, siz küçədə möhkəm qışqırsaz, o da inzibati tənbihdir, bu da inzibati. Yəni polis saxlayıb sizi xəbərdarlıq eləyə bilər ki, bir də belə eləmə. Onu da çağırıb bir də belə eləmə deyib buraxmaq olardı. Amma 15 sutka ona verirsənsə, yəni bu qədər Azərbaycan Respublikasında yanaşma sərtdirsə, qanunların müdafiəsi, bu dövlət çevrilişinə cəhd deyirik. Güzəştsiz və barışmaz. Dövləti bilirsiniz, dövlət çevrilişinə cəhd və dövlətin infrastrukturunun iflic olunması, o səsi də çıxdı da, ya napisal, upravleniya, qasudarstvo, necə də elə bir ki, mamasının dilində danışır, anasının dilində deməyəcəm, çünki onlar ana demir, mama deyir.
mamasının dilində mən deyir yazmışam. Sən orada denən o bizim rəhbərə ki bilsin nədir. Mən yazmışam və özüm də yəni sən nə yazmısan? 30 il bizim dövlət də var, dövlətçilik də var, indi sistemimiz də var, filan da var. Sən kimsən kefin istədi durursan? Mən yeni idarə metodu. Get nəvələr idarə metodu elə, get kürəkən idarə metodu yaz. Nə bilim, oğlu idarə metodu yaz. Sən kimsən qardaş? Ağlı qaçmış artıq yaşlı adamsan da demensiya bəlkə də nə demensiyaya da oxşamırdı. Deyirlər bu xəstədir. Mən səs yazısına qulaq asdım. Gələr burada üstümüzə elə qışqırar ki, rəngimiz sarala bizim. O hökümlüyünü görsən, nə tədi göndərdin, bizim dostlara da mən göndərəm. Adam özü təşkil eləyir. Fikir versiniz, yəni o deyir, əgər bir işin yaxşı görülməsini istəyirsənsə özün elə. Özü zəng eləyir ona. Buna texnik. Nə oldu göndərdin? Hə, yaxşı onda sən bunu belə elə, onu birbaşa rəhbərlik eləyir.